Biz bu günəşin yer kürəsinə təsir nəticəsində əmələ gəlirik. Necə ki, sahilimizdə yeni əmələ gələn adanın üzərində yeni bitkilər, otlar bitərək həyat formalaşmaqdadır. Eyni ilə oxşar proses nəticəsində biz evolyusiya keçərək bu planetar enerjilərin əsasında əmələ gəlmişik. Bütün bu təkamül prosesində isə qidalanmanı ilahidən alırıq ki, gedişatda bu tip möcüzələr baş verir. İndi isə təsəvvür et, anadan olduğun tarixi və saatı bilərək bu tip bir astroloji natal xəritə əldə edirsən, haradakı sənin bütün bacarıqların, plusların, minusların, uğurlu ola biləcəyin sektorların, münasibətlərin və s. əks etdirilibdir. Bu bilikləri qəzetlərdə, jurnallarda, saytlarda oxuduğunuz gündəlik astroloji proqnozlara qəti səhv salmayın, tamamilə başqa şeylərdir. Və bu biliklərdir sizə kömək olan həyatda bir növ xəritəni sizin üçün oynayan ki, artıq bilirsiniz hansı istiqamətdə addımlayaraq öz ruhani xoşbəxtliyiniz, maddi mənəvi artıq rifahınıza çata bilərsiniz. Əgər sən də öz şəxsi natal xəritəni əldə etmək istəyirsənsə, iyul ayının 13-ü seminarımızın vaxtı dəyişdirildi. İyul ayının 13-nə keçirildi. Olan seminarımıza qoşul və birlikdə bunu sənin üçün etməyi öyrənək.